Bir gün ceyran tez meşədə gedir gölün qırağına ki, balasını dünyaya gətirsin. Bu an meşədə yanğın başlayır. Elə meşədən, yanğından özünü zorla çıxardır ki, gölə yaxınlaşsın, görür bir şir orada dayanıb, üstünə cummaq istəyir. Şirdən qaçmaq istəyir, görür ki, ovçu oxun tutub ceyranı ovlamaq istəyir. Ceyran baxır ki, meşəyə qaçsa yanğındır, gölə getsə şir yeyəcək, bu tərəfə geçsə ovçu vuracaq. Həmin an ceyran çıxılmaz vəziyyətdə düşür, gözünü yumur və o an üçün eləyə biləcəyi yeganə şey balasını dünyaya gətirməkdir. Odaqlanır doğumunu eləməyə. Bu an şimşək çaxır, ildırım çaxır, düşür ovçunun gözünü tutur, ovçu kaydırır, oxla şiri vurur. Göy guruldayır, yağış yağır, meşədə yanğın sönür. Və ceyran da balasını dünyaya gətirmiş olur. Bu deməkdir ki, bir söz var, gün doğmadan nələr olar. Əgər nə zamansa çıxılmaz bir vəziyyətə düşdünsə, o an nə eləyə bilərsənsə, onu eləməlisən.